Bu əskərin görək hardaydı, komandiri kim idi? Bu əskərin özünü güllələməsinə görə komandir həbs edilibdir. Baxaq bir. Dövlət Sərhəd Xidmətinin Bilasuvarda yerləşən hərbi hissəsinin əskəri Hüseynov Hüseyn intihar etməsi ilə bağlı komandir həbs edildi. Hərbi hissə komandiri Mahmud Səfərəliyev 20'ye yaxın əskərə işgəncə veribmiş. Onları təhqir edib qayışla, şalvarın remeniyle yani qayışla döyüb əskərlərə qarşı alçaldıcı hərəkətlər edibmiş. Kapitanı hadisə ilə bağlı hərbi prokurorluq tutub. Cəllabad hərbi məhkəməsini o Elçin çıxartsa da Cəllabad hərbi məhkəməsi Elçin Quliyevin göstərişi ilə kapitan həbs edilmir. Məhkəmə onu sərbəst buraxıb. Dövlət Sərhəd Xidmətinin hadisəni gizlətmək istəyir. Kapitan Mahmud Səfərəliyev alçaldıcı hərəkətlər eləyibdi və hərbi prokuror bunu bilibdi və kapitanı həbs eləyibdi. Amma kapitan Dövlət Sərhəd Xidmətinin rəhbəri İlham Əliyevin BBC qızının oynaşı Elçin Quliyev məhkəməyə təsir eləyibdi. Əskərlərə işgəncə verən kapitan Mahmud Səfərəliyevi azadlığa buraxıb. DSX hadisəni gizlətmək istəyir. Lakin hərbi prokuror general-mayor Bəhruz Məmmədov bu hadisəyə qəzəblənib. O məhkəmənin qərarına etirazını bildirir. Bu dəfə prokurorluq zabiti kapitan Səfərəliyevi Şirvan Apellyasiya məhkəməsinə çıxardı və onu həbs etdirir. Bax belə, Elçin Quliyevin hərəkətləri ortadadır. Hərbi prokuror Bəhruz Əhmədov şərəfli hərbi prokuror. Bu görürsünüz general aldı da dedim. General aldı, burada polkovnik. Şərəfli hərbi prokuror Bəhruz Əliyev bilirsiniz o məhkəmə onun ixtiyarında deyil. Hərbi prokurorun vəzifəsindən üstündür bu Elçin Quliyevin vəzifəsi. Üstəlik Elçin Quliyev Paşayevlər, Leyla, Mehriban olanda oranı dilinlə təmizləyən Elçin Quliyevdir. Padişahına qədər götəciləcəksin. Hər şeyin bir sonu olduğu kimi bu Paşayevlərin də zaten Paşayevləri sındırıb tuluyublar. Sonudur. Sadəcə axırın hara gedəcək. Fikirləriniz var mı? Bakıda cəmaatı töküb evini dağıdırlar. İlham Əliyev asudə ölkədə yaşayırıq, sakit ölkədə yaşayırıq deyirdisə, ay qardaş, hamının tökülüb Bakıda çox adamın evini dağıdırlar. Aləm deyib bir-birinə. Baxın. Cəmaatın evini, cəmaatın mülkiyyətini lomla qırırlar. Burada banditlər gəliblər, cəmaatın mülkiyyətini lomla qırırlar. Adamın evini, yaşayış var burada. Adamın evini giriblər, evə qanunsuz onu sökürlər. İnsanların mülkiyyətində olan... Ya bak görürsən, oğlan kapşonu başına keçirir, görürsən. Ya düzgün sökürdünüzsə, düz eləyirsə, birinci niyə çox vaxtı gecə sökürsünüz? İkinci, günü sökürsən niyə kapşonu başına ötürürsən ki, görünməyəsən? Əvvəl yenə evləri sökəndə bir razılaşırdılar, biraz aşağı, biraz yuxarı. İndi bilsin nə deyirlər? Və çıxmalısan, pul zad nədir? Vızqır, çıxmalısan. Get, ça, qutardı. Buna bax nə? Şkaflardır. Bunların hamısını sökürlər, vandallar, bu da onlardan biri, hansı ki əsas əmirlərdən verənlərdən biri. Həyətdə də orada Zülfəli deyilən bir dənə şəxs var, hansı ki polisə zəng eləyir, nəysə və heç kəs heç nə eləmir burada. Dövlətin qayda-qanunu səbəbdən olur, göstərin sənədi. Çıkıp olmaz, İndi əgər polis olmasaydı, onun qonşular, qohumlar 50 nəfər, 30 nəfər, 10 nəfər yığılardı, məsələn qoymazdı da. Döyərdi o traktorisi, o uşaqlar döyüb rədd eləyərdi. Demək ki, polis bunları müdafiə eləyir. Polis müdafiə eləyirsə deməli İlham Əliyev söktürür. Elə deyilmi dostlar? Baxın ha. Kimin istəsələr evini başına yıxırlar qardaş? Ləzzət ala, cəmaatın evini sökürlər. Bayında dərd orası bu evi sökülənlər var idi. Biraz bundan qabaq Bakıda, Bakının gözəl yerində də o evlər sökürlər. Ora milyonlarla, bir sotunu, bir metrəsinin milyonlarla qiymətini olan yerlər var. Və vaxt var idi, o xalça bəzi miting eləyəndə, bizlər haykü eləyəndə, belə evi rahat idi. Elə qozuna da döyüldü, Qabil, Əli Kərimli, o birisi. Aşı var idi, işi var idi və s. Görürsün mü dəyərləmə? Bizim xalqı inqilaba qaldırmaq üçün gərək onu işdən çıxardasan. Bəziləri də işdən çıxıb getdilənəcək, Ursetə ora gedəcək bura. Da yoxdur, nə Ursetdə çörək var? Bir yolluq gedib Ursetə gedib, orada ya Ukrayna gedib, orada ölməkdənsə müharibədə, elə İlhama qarşı savaşıb ölsən, daha şərəflidir. Bu xalqın işi, aşı olmayanda xalq, evi yıxılanda xalq meydana çıxır. Dostlar, xalq onda etiraz edir. Yoxsa kimsə etiraz eləmək, yəni yetərli say yoxdur. Sonra bana erməni axtarmayın, erməni ilə sizin İlham Əliyevdir. Erməni sizin ordunuzun başında durub. Erməni sizin ölkənin başında durub. Erməni sizin səhiyyənizin başında durub. Erməni sizin təhsilinizin başında durub. Baxın deyirəm, öz cəmaatı deyirlər, artsaq sözünü kim çıxardıbdır? Ala baxın. Baxın ay millə.
Azərbaycandır, 7-ci sinif dərsliydi. Baxın ay millət. Nə yazılıb ora? Artsaq. Hələ sünikə baxın, sünik. Deyələm, Azərbaycanı necə parçalayıblar. Baxın ha. Azərbaycan nədir? O Bakıdır, Bakının bir də o tərəfidir. Bax, yəni güya qədimdə belə olmuşuq. Güya Qarabağ bölgəsində də nə olub? Artsaq olub. Bax, artsaq. Sünik. Azərbaycan bu boyda qalanda var, bu boyda Bakı və bu boyda olanda Azərbaycan. Ermənistan mı var idi? Sünik mi var idi? Dünən sırağa günü Atatürk Ruslara satmadı mı Azərbaycan torpaqlarını? Tax. Görürsünüz artsaq. Elə deyilmi? Deyiləm. Erməni siz niyə o tərəfdə axtarıyorsunuz? Başınız üçün deyirəm, elə yalvaracaqsınız. Gəncə də əldən getməsin deyə. Bax, mən deyirəm ha. Dərhal İlham Əliyevə rədd eləməsək. Paşinyan getsə, elə yalvaracaqsınız Gəncə də əldən getməsin deyə. Nə danışsa İlham Əliyev Qarabağ ilə belə boş saxlayır?